Yeni bir vlogdan hər birinizi salamlayıram. Ümid edirəm ki, yaxşısınız. Mən yaxşıyam və sizin üçün fikirləşdim ki, yeni bir vlog paylaşım. Siz də izləyin. Əgər kanalıma hələ də abunə olmamısınızsa, zəhmət olmasa kanalıma abunə olmağı və videolarımı da bəyənməyi unutmayın. Əvvəlcə işlərimə otağımı yığışdırmaqla başladım. Bir neçə gündən bir bu adyalları çıxarıram, çırpıram. Çünki həm evdə körpə uşaq var, həm də məncə ən doğrusu budur. Biraz havalar istiləşdikdən sonra isə çalışacağım ki, bu adyalları növbə ilə yuyum ki, daha da təmiz olsunlar. Və bundan əlavə də bu aldığım aparat vasitəsilə hər gün, demək olar ki, hər gün bu pastelin üstünü təmizləyirəm. Çünki istər-istəməz ya tüklər olur, ya toz olur. Yəni bu görüntü heç də xoş olmur. Həm də Alina bizimlə yatdığına görə daha çox diqqət edirəm ki, yatdığımız yer təmiz olsun. Və bu aləti mən Trendyoldan almışdım. 18-dir ya da 12 dənədir. Başlığı var. Çox rahat, istifadəsi rahatdır. Həm Alinanın paltarlarında, həm öz paltarlarımda olan xırda tüklər olur ki, hansı ki onları su ilə təmizləməsək getmir. O tükləri bunun vasitəsilə çox rahatlıqla təmizləyə bilirəm. Və mən belə otağımı yığışdırım. Sizə isə xoş izləmələr. Burada başlayıram paltarları yığışdırmağa. Çünki burada bəzən olur ki, uşaqlı evdir. Paltarları gətirirəm, çıxarıb qoyuram bura və yığışdırmağa vaxt olmur. Və Alinanın paltarlarını da çalışıram ki, heç olmasa 3 gündən bir. Yəni üstləri çirk olmasa da, batmasa da tez-tez yuyum ki, təmiz olsunlar. Körpə uşaqdır, istər-istəməz bu aralar diş çıxarma prosesi getdiyinə görə ağzından su axır ya bəzən qusa bilir. Buna görə də çalışıram ki, tez-tez bu paltarlarını təmizləyim ki, təmiz formada da geyinsin. Burada da yuyulmaları ayırıram və aparıram yumağa. Bizdə belə bir şkaf var. Bunu sizinlə dəfələrlə təmizləmişik. Bu dəfə sadəcə üzdən bir təmizlik etmək qərarına gəldim. Və burada meyvələr alınmışdı. Mən bu aralarda sizə bu videoda da göstərəcəm. Alina üçün alma suyu və armud suyundan verirəm. Çünki həkim belə yazıb ki, əvvəlcə bu meyvələrin suyunu verməklə başlayım. İnşallah gələn aydan da yəqin ki, püre formasında nələrsə verməyə başlayacaq. Və siz uşaqlarınıza mən sizdən soruşmaq istəyirəm ki, siz hansı qidalarla başlamısınız, hansı formada vermişsiniz? Mənim sizin məsləhətinizə bu mövzuda çox ehtiyacım var. Çünki düzdür, mən araşdırıram filan, amma sizin yazmağınız da mənim üçün önəmlidir ki, siz hansı formada vermişsiniz, nələrdən istifadə etmişsiniz. Biz Alinaya damcı formasında vermişik. 3 damcı ilə başladıq və sonradan artırdım mən get-gedə. Düzdür, çox verməyə də qorxuram ki, sonradan başqa fəsadı olmasın. Amma az-az damcı formasında artırmışam və hər gündə çalışıram bir gün armud, bir gün də almanın suyundan verim. Qızlar, burada da biz mola getmişdik. Bir neçə Alina üçün paltarlar aldım və bundan sonra yorulduq. Biz oturduq burada yemək yeməyə. Belə bir set sifariş verdik və həqiqətən də çox dadlı bir set idi. Siz də getsəz fikir olsun. Düzdür, qiyməti mənə biraz çox gəldi, amma yoldaşım dedi ki, elə bu qiymətə, yəni mükəmməl bir setdir. Təxmini 27 manat deyəsən pul vermişdik ya da 29 manat və bu formada belə bir set gəlmişdi. Düzdür, məncə yenə də dəyməz, amma bəzən çöldə yemək də lazımdır. Mən süd verdiyimə görə belə şeylərə biraz diqqət eləməyə çalışıram, amma bəzən ürək istəyir, yəni buna görə də çalışıram ki, az da olsa yeyim. Burada da qayıdırıq evə. Mən sizə evdə aldıqlarımı göstərəcəm.
Qızlar, indi sizinlə belə bir metod bölüşmək istəyirəm ki, yasəmənləri, belə solmuş yasəmənləri necə biz əvvəlki vəziyyətinə gətirə bilərik. Mən də bir videoda görmüşdüm. Bir xanım, hətta Azərbaycanda tanınmış, yəni daha çox onun videoları yeməklə bağlıdır. Tanınmış xanımlardan biridir. Qaynar suyun içinə belə xlordan əlavə edirdi və yasəmənlər də qoyurdu içinə. Yasəmənlər güya canlanırdı. Mən də çalışdım ki, bunu edim və sizin üçün də video formasında çəkim. Sadəcə nəticədə heç nə olmadı. Yəni bunu da çəkib sizə göstərməkdir məqsədim. Ondan ibarətdir ki, siz də nahaq yerdə belə həm xlorunuzu, həm də vaxtınızı bu işlərə xərcləməyin. Çünki heç bir işə yaramadı. Burada isə sizə dediyim kimi Aleyna üçün alma suyunu və armud suyunu necə hazırlayıram onu göstərirəm. Düzdür, mən burada çəkdiyim ancaq almanın hazırlanması prosesidir. Sadəcə armudu da elə bu formada edirəm. Düzdür, mən sonradan maraqlandım ki, əslində dəmir dəyməməlidir meyvəyə. Çünki onun tərkibindəki vitaminləri öldürür. Amma mənim şüşə rəndəm yoxdur. Çalışacağım ki, bunu əgər Bakıda tapa bilsəm, burada hər hansı bir yerdən alım. Amma tapa bilməsəm, Trendyoldan sifariş verəcəm. Düzdür, hələ ki sifariş verməmişəm. Çünki dedim, hələ ki buradakı mağazalara baxım. Əgər sizin bildiyiniz bir şey varsa, burada hansısa bir mağazada satılırsa, mənə də deyərsiniz yerin, oradan alaram. Bunu suyunu vermək üçün belə təmiz şprisdən istifadə edirəm. Belə olduğu zaman daha rahat formada içir. Kızlar, baxın bu formada oldu. İndi bunu verəcəm Alinaya. Təbii ki bu qədərini içmir. Təxmini baxın bura 3-ə qədər. Yəni buradan bura qədər olan hissəni içir. 3 damcı ilə başlamışdıq. Növbəti gün isə biz getmişdik mamamgilə. Biz çalışırıq ki, daha çox həftə sonları belə gedək. Həm Alina daha çox insanla ünsiyyətdə olsun. Çünki evdə olmaqla, yəni uşaq biraz passivləşir, həm də çölə çıxarmaq lazımdır. Düzdür, parka filan çıxırıq hava almağa, amma orada heç kimlə ünsiyyətdə olmur. Mamamgildə bacımın qızıdır gözəl. Onunla gülür, ona reaksiya verir və mən görürəm ki, elə olduğu zaman daha da aktiv olur. Düzdür, burada pasiv formada belə yatmağına baxmayın. Yəni ona çox reaksiya verir. Elə bil ki, hiss edir ki, qarşısındakı uşaqdır. Başlayır ona gülməyə, ona səslər çıxarmağa. Qızlar, indi sizə Alina üçün aldığım bir neçə paltar var. Onları göstərəcəm. Həm də yoldaşımın dayısının yoldaşı bizə gəlmişdi və bir hədiyyə gətirib Alina üçün onu göstərəcəm. Əvvəlcə öz aldıqlarımı göstərim, ondan sonra ona da keçəcəm. Bunu almışıq 19.99, yəni 20 manata. Bu 6-9 ay üçün nəzərdə tutulur. Mən belə aldım ki, yəni Alina yayda rahat şəkildə yeyinə bilsin bunları. Bu pijama formasındadır, yəni pijama gedir və materialları çox gözəldir. Bu da 9-12 ay üçün nəzərdə tutulub, amma gördüyünüz kimi ölçüsü biraz balacadır. Əsasən də şalvarı biraz dar formadadır. Məncə Alinaya yayda bunlar yaxşı olacaq və
Bunu da almışdıq 15 manata, 14.99-a. Kızlar, bu da üçlü formadadır. Kızlar, bunu da almışıq. İndirimlə 15 manata, 14.99-a 20 manatdan düşür. Və belə bir bodisi var. 3-6 ay üçün nəzərdə tutulub. Və materialları da çox gözəldir. Belə şalvarı var, ətəkləri də bu formadadır. Bilmirəm nə qədər aydın görünür ya yox, amma çox gözəldirlər. Yəni LC2-dən almışıq biz bunu Gənclik Moldakı. Oradan əgər sizə maraqlıdırsa tapa bilərsiniz. Çünki bəzi yerlərdə də elə belə dəst formasında paltarlar elə 15-18 manatadır. Bəlkə də daha baha. Amma məncə bunlar daha çox sərf edir. Elə 3 dəst almışdıq və belə bir də corab almışıq 5 manata üçlü formada. Baxın, belə materialları həqiqətən çox gözəldir. Yəni əvvəllər siz burada nəsə almışsınızsa biləcəksiniz ki, yəni nə demək istədiyimi biləcəksiniz onsuz. Və bu da 6-12 ay üçün nəzərdə tutulub. Belə formada. Belə ətrafa çox fikir verməyin. Çünki yatmışdıq və səhər tezdəndir. Alina da indi oyanır. Buna görə də mən də dedim, elə bunları sizə göstəreyim. Çünki birazdan elə də çox vaxtım olmayacaq. Bir də belə bir paketimiz var. Təbii ki, mən bunu əvvəlcədən açmışdım. İndi gəlin bunu da sizə göstəreyim. Bu da belə bir şirin bir dondur. Arxası belə düyməlidir. Bu amma nəzərdə tutub 3-6 ay üçün. Yəni yayda bunu Alina mütləq geyinməlidir. Çünki sonra olmayacaq. Həm də qısa qoldur. Çox gözəldir. Bu da LC2-dəndir. Məncə bu Türkiyədən alınıb. Çünki üstündə hər şey türkçə yazılıb. Qiymət də türkçə yazılıb. 610-dan 550 liraya düşüb elə bil. Belə. Sonra belə bir ayaqqabı da var içində. Çox gözəldir. Bu formada açılır. Bütün paltarlarda sizə göstərdikdən sonra keçirəm yemək hazırlamağa. Neçə vaxtdır ki, mən qaymaq almışdım ki, makaron ya da vermişir bişirim. Qaymaqla etdiyiniz zaman həqiqətən də çox dadlı alınır. Burada da salat hazırlayıram. Əvvəlcə suyunu qoydum makaronların və bundan sonra başladım salatın tərkibini hazırlamağa. Belə bir spagettilər var idi. Tacındır. Bu marka təzə çıxıb, ümumiyyətlə təzə görmüşük. Və bunun bütün məhsulları var demək olar ki, marketlərdə. Həmçinin də makaron və spagettisi. Belə iki başqa spagettidən istifadə etdim. Mən bunu iki hissəyə böləcəm ki, kim nəyə yemək istəyir, kim qaymaqlı yemək istəyir, kimsə də sadə yemək istəyirsə, yəni o formada yesin. Belə biraz duru yağdan da əlavə elədim. Çox əlavə eləmirəm, çünki belə suya məncə duru yağ əlavə eləməyin çox mənası yoxdur. Onsuz da suyun içində onlar bir-birinə yapışmır. Suyunu süzdükdən sonra yağ əlavə etdiyimiz zaman daha yaxşı onlar bir-birindən ayrılır. Amma yenə də əlavə elədim. Və duzlu suda onlar qaynadığı zaman mən də başladım salatımı hazırlamağa. Belə bir sadə bir salat hazırlayacağım. Mən bu aralar sizin də bildiyiniz kimi, sizinlə çünki mən hər şeyi bölüşürəm. Daha çox sağlam qidalanmağa çalışırdım, amma
bizdə qonaqlıqlar oldu. Əvvəlki vloqları izləyənlər biləcək. Bundan sonra mən biraz toparlanmaqda çətinlik çəkirəm. Çünki həmin qonaqlıqlarda yeməklər qalmışdı və biz məcbur olduq ki, onları yeyək. Həm də rayondan gələn qonaqlarımız şirniyyatlar falan gətirmişdi. İstər-istəməz evdə şirniyyat olduğu zaman da insan yəni yeməkdən başqa çarəsi olmur. Yəni məcbur qalırıq ki, həmin şirniyyatlardan yeyək. Amma olmadığı zaman düzü mən elə də çox şirniyyat istəmirəm. Öz ürəyim istəyən şirniyyatlardan alıram və normamı da onda bilirəm. Amma belə evdə çox şirniyyat olduğu zaman o normanı qaçıra bilirəm. Və buna görə də bu aralar elə sağlam qidalanma haqqında fikirləşirəm. Sadəcə süd verdiyimə görə pəhrizdə saxlaya bilmirəm. Bu da mənim üçün belə bir problemdir. Əslində burada makarondan, spagettidən də çox yeyirəm. Düzdür olmaz, amma indiyə qədər mən gündə bir dəfə demək olar ki, qidalanmışdım. O da səhər. Buna görə də çox acdığım üçün bundan da yedim. Amma yedikdən sonra həmişə başıma gələn bir şey yenə təkrarlandı. Yenə də peşman oldum ki, kaş bu qədər yeməzdim. Amma nə etmək olar? Yəni həm uşağa görə, həm də özümə görə yeməliyəm. Əgər süd verməsəydim, mən çoxdan pəhrizə başlayardım və yəqin ki, bu qədər kilom hamısı gedərdi. Amma yəni bunu da edə bilmirəm. Çünki istər-istəməz mən də nəsə vitaminli bir şeylər yeməliyəm ki, onlar uşağa da ötürülsün. Və burada da artıq yeməyimi çəkirəm boşqablara və üçümüz bu qaymaqlı yeməkdən yedik. Mən, yoldaşım və qaynanam. Biz üçümüz də bunu belə xoşlayırıq. Mən bundan əvvəl bir dəfə hazırlamışdım. Onda da hər üçümüzün də xoşuna gəldi və bundan sonra mən çalışıram ki, elə belə makaron ya da spagetti hazırladığım zaman qaymaqla hazırlayım. Siz də sınayarsınız. Sonra da gəldik yoldaşımla marketə. Buradan bir neçə alınmalı məhsullar var idi. Onları aldıq və burada da evə qayıdırıq. Evdə də sizə aldıqlarımı göstərəcəm. Vloqumu bura qədər izlədinizsə sizə təşəkkür edirəm. Sizə çalışdım ki, bir neçə günümü qısa formada da olsa göstərim. Ümid edirəm ki, sıxılmadan izləmisiniz. Kanalıma abunə olmağı və videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Sizin dəstəyiniz hər zaman dediyim kimi mənim üçün çox-çox önəmlidir. Növbəti vloqlarda görüşmək ümidi ilə hələlik özünüzə yaxşı baxın.